Salam. Gəlin bir yerdə bu həftənin əminlik yalnız Məsihdədir mövzusunu bir yerdə araşdıraq. Bugün bizimlə birlikdə həqiqətən nəyin dəyərli olduğunu göstərən çox dərin bir hekayəyə baş vuracağıq. Bilirsiniz, bu sadəcə qədim bir hekayə deyil. Elə bir prinsipdir ki, hər birimizin həyatına toxunur. Gəlin başlayaq. Başlamazdan əvvəl bir anlıq dayanıb düşünək. Özümüzü dəyərli, yaxşı bir insan kimi hiss etmək üçün arxalandığımız şeylər nədir? Bəlkə də bu təhsilimizdir, karyeramızdakı uğurlardır, ya da bəlkə dini adət-ənənələrimizə necə sadiq qalmağımızdır. Bu sualı ağlınızda tutun. Çünki bugün danışacağımız hekayənin tam mərkəzində məhz bu dayanır. Həvari Paul deyəndə ağlımızda adətən müqəddəs bir şəxs gəlir. Amma onun hekayəsini əsl təsir edən şey onun Məsihlə tanış olmamışdan əvvəlki həyatıdır. O öz cəmiyyətinin standartlarına görə sözün əsl mənasında mükəmməl bir rezüməyə sahib idi. Gəlin onun bu rezüməsinə birlikdə baxaq. Görək nələr var imiş. Hər şey buradan başlayır. Bu sadəcə bir ritual değildi. Yox, bu onun doğuşdan etibarən kimliyini təsdiqləyən bir möhür idi. Bu o deməkdir ki, o İsrailin əhd xalqının bir parçasıdır. Seçilmiş bir nəslə aiddir. Onun mənsubiyyəti heç bir şübhə altında değildi. Və bu da hər hansı bir qəbilə değildi. Əsla. Binyamin qəbiləsi İsrailin ilk padşahı olan Şaulun çıxdığı çox hörmətli və tarixi əhəmiyyətə malik bir qəbilə idi. Yəni bu onun nəslin nə qədər təmiz və nüfuzlu olduğunu bir daha sübut edirdi. Başqa sözlə desək, o əsl malın gözü idi. Nəsli, mədəniyyəti, danışdığı dil, hər şey ilə təmiz bir İbrani. O dövrün Yahudi cəmiyyətində inanın bundan daha yüksək bir irsi status təsəvvür etmək çətin idi. O hər kəsin hörmətlə yanaşdığı bir şəxsiyyət idi. Bax, bu sanki dini hüquq sahəsində doktorluq dərəcəsini almaq kimi bir şeydir. Fariseylər qanunu ən xırda detallarına qədər bilən mütəxəssislər idi. Üstəlik Paul dövrün ən böyük ustadlarından sayılan Qamaliyelin tələbəsi idi. Yəni o sadəcə qanuna əməl etmirdi. O sanki qanunun özü idi. Ayaq üstə gəzən bir qanun kitabı. Onun öz inancına bağlılığı heç də laqeyd değildi. O öz inancını və ənənələrini o qədər böyük bir ehtirasla, o qədər qətiyyətlə müdafiə edirdi ki, onları təhdid edən hər şeyə qarşı amansızcasına mübarizə aparırdı. Onun səyi, onun qeyrəti danılmaz idi. Və budur rezümenin zirvə nöqtəsi. İnsan ölçüləri ilə baxanda onun dini keçmişi mükəmməl idi. Heç kim ona yaxınlaşıb deyə bilməzdi ki, sən qanunun filan bəndəni pozmusan. O hər şey A-dan Z-yə qədər düzgün edirdi. İnanılmaz bir rezümə, elə deyilmi? Amma sonra elə bir an gəldi ki, hər şey dəyişdi. Paul bütün ömrü boyu yığdığı bu qazancları tamamilə fərqli bir gözlə görməyə başladı. Bu onun həyatının ən dramatik, ən kəskin dönüş nöqtəsi idi. Bu sözlərin gücünə bir baxın. Paul bu böyük dəyişikliyi təsvir etmək üçün sanki bir mühasibatlıq dili işlədir. Bir vaxtlar onun qazanc sütununda olan hər bir şey indi zərər sütununa keçir. Hətta zibil kimi kəskin bir söz işlədir ki, bütün o möhtəşəm nailiyyətlərin Məsihi tanımaq yanında nə qədər dəyərsiz olduğunu vurğulasın. Bilirsiniz, burada heyrətamiz olan məqam nədir? Hər iki sütundakı maddələr tamamilə eynidir. Dəyişən şeylər deyil, o şeylərin dəyəridir. Paulun bir vaxtlar güvəndiyi, fəxr etdiyi, bütün həyatını üstündə qurduğu hər şey indi sonsuz dərəcədə daha dəyərli bir şeyin yanında heç bir məna kəsb etmirdi. O sanki bütün sərvətini tək bir qiymətli mirvari üçün satan tacirə bənzəyirdi. Yaxşı, əgər Paulun o möhtəşəm köhnə rezüməsi artıq dəyərsiz idisə, o bunu nə ilə əvəz etdi? O tamamilə yeni bir məzənnə, yeni bir dəyər sistemi qəbul etdi. Bu, insanın özü qazanmadığı, ancaq bir hədiyyə olaraq aldığı bir dəyərdir. Və budur, bütün hekayənin açar nöqtəsi, ürəyi məhz buradadır. Paul anladı ki, Allahın gözündə qəbul olunmaq
insanın öz səylərindən, öz cəhdlərindən asılı deyil. Bu, həyata keçirməkdən daha çox qəbul etməklə bağlıdır. Bu, öz mükəmməlliyinə güvənməkdən imtina edib, Məsihin mükəmməlliyinə güvənmək deməkdir. Bu iki yol arasındakı fərq, inanın, gecə ilə gündüz kimidir. Birincisi, sanki bitməyən bir qaçış zolağıdır. Daima daha çox etməlisən və heç vaxt tam əmin ola bilmirsən ki, kifayət qədər yaxşısan. İkincisi isə, artıq Məsihin sənin üçün etdiklərinə arxalanaraq rahatlıq və əminlik tapmaqdır. Paul birinci yolu tərk etdi və bütün varlığı ilə ikinci yolu seçdi. Amma düşünməyin ki, bu dəyişiklik hekayənin sonuydu. Əsla. Əslində bu tamamilə yeni bir yarışın başlanğıcı idi. Bu, bir dəfə qərar verib, sonra arxayın oturmaq demək deyildi. Bu sitat onun yeni həyat fəlsəfəsini mükəmməl şəkildə ifadə edir. Fikir verin, o nə keçmişdəki o qüsursuz rezümesinə baxıb təsəlli tapır, nə də səhvlərinə ilişib qalır. Yox, bütün diqqət yalnız qarşıdadır. Məqsəd irəlidədir. Paul üçün bu yarış sadəcə finiş xəttini keçmək deyildi. Bu, Məsihlə münasibəti hər gün daha da dərinləşdirmək, onun dirilmə gücünü gündəlik həyatda hiss etmək, hətta çətinliklərdə belə ona daha da yaxınlaşmaq və gözünü bir an belə səmavi mükafatdan ayırmamaq idi. Bu, dinamik, canlı, bitməyən bir prosesdir. Bəlkə də bütün bu izahın ən azad edici, ən rahatladıcı fikri budur. Yeni həyat o deməkdir ki, biz artıq özümüzü o köhnə mənəvi rezümesi ilə ölçmürük. Nə yaxşı tərəfləri ilə, nə də pis tərəfləri ilə. Keçmiş artıq bizi təyin etmir. Hər gün yeni bir başlanğıcdır və hədəf həmişə qarşıdadır. Beləliklə, gəlin yekunlaşdıraq. Bütün bu hekayədən götürəcəyimiz əsas nəticə nədir? Budur. Paulun bütün o möhtəşəm nailiyyətləri, bütün səyləri ona Allahla əsl əminlik, əsl rahatlıq verə bilmədi. O, bu əminliyi yalnız özündən kənara, Məsihin ona təklif etdiyi o hədiyyəyə baxanda tapdı. O, öz rezümesindən imtina etdi. Əvəzində isə bir xilaskar qazandı və beləcə başladığımız suala geri dönürük. Amma bu dəfə tamamilə yeni bir perspektivlə. Sizin həyatınızda, sizin mənəvi mühasibatlığınızda, qazanc sütununda nə var? Paulun hekayəsi bizi dəvət edir ki, öz dəyərlərimizi yenidən qiymətləndirək və həqiqətən əbədi əhəmiyyət kəsb edən şeylərə yatırım edək. Doğrudan da, əziz dostlar, bu düşünməyə dəyər bir sualdır. Dinlədiyiniz üçün təşəkkür edirəm.